Keçən dəfə izləyicilərimdən birindən bir mesaj aldım və mesaj bu şəkildə idi. Artıq bir müddətdir terapiyaya gedirəm və həyatımda hələ heç nə düzəlməyib. Bu mesaj düşündürdü məni. Bir insan terapiyaya gedir və həyatında bir şeylərin dəyişmədiyini səsləndirir. Maraqlı idi və bu səbəbdən düşündüm ki, bunun üzərinə bir video çəkə bilərəm. Çünki bəlkə bir çox insan bu şəkildə düşünür. Yəni bir insan terapiyaya gedirsə, onun həyatı birdən-birə 3 seansa, 5 seansa dəyişəcək. Nə qədər əslində böyük gözləntidə özümüzdən də, terapiyadan da. Çünki terapiya qətiyyən belə bir yer deyil, belə bir şey deyil. Əslində terapiya növlərindən çox şey asılıdır. Amma 3-5 seansa heç bir terapiya o effekti verməz. Effekt də əslində çox yalançı bir kəlmədir, yalançı bir sözdür. Bilirsən niyə? Çünki terapiya səni yaxşılaşdırır, həyatını yox. Və sən, deyək ki, 20 yaşın var, deyək ki, 40 yaşın var, deyək ki, 50 yaşın var. Bu yaşa, yəni uzun illər ərzində gəlmisən, düzdür? Yəni uzun illər ərzində səndə bu düşüncələr, bu duyğular yığılıb, var. Çox da yer tutur haqlı olaraq, illərimi alıb yəni. Terapiyada da müəyyən o münasibət qurmaq, özünə bir yol tapmaq, yaşadıklarına, duyğularına, düşüncələrinə yer vermək müəyyən zaman alacaq. Və sən 20 ilin qarşısında 2-3 seansın sənin həyatını dəyişdirə biləcəyinə inanırsansa, bu çox böyük gözləntidir özündən gözlədiyin. Bəlkə psixoloqundan gözlədiyin, bəlkə terapiyadan gözlədiyin çox böyük gözləntidir. Və mən deyərdim ki, bir yerlərdə qeyri-realdır da. Yəni terapiyadan sonra yaxşı hiss eləyə bilərsən, daha rahat hiss eləyə bilərsən məsələn, amma yaxşı hiss eləmək, yaxşılaşmaq qətiyyən deyil. Terapiyada zaman lazımdır. Sənə çox böyük zaman lazımdır əslində o əlaqəni qurmağa, o duyğularını, artıq var olan duyğu və düşüncələrinə yer verməyə və bu bir yerlərdə illərini də ala bilər və bu normaldır. Bunu bilməyini istəyirəm. Çox önəmli hesab elədiyim o yerə qayıdacağam. Yəni terapiya həyatını yox, səni yaxşılaşdırır. Bunun üzərinə biraz danışmaq istəyirəm. Bunu deyəndə bilirsən nəyi nəzərdə tuturam. Sən terapiyaya getdiyin zaman əslində zehniyyətin üzərində işləyirsən. Məsələn, indiyə qədər bir şəkildə düşünmüsənsə, indi terapiyada başqa aspektləri, başqa düşüncə tərzlərində öyrənirsən. Halbuki, bəlkə 40 yaşın var, bəlkə 28 yaşın var və heç vaxt bu perspektiv ağlıva gəlməyib. Və yaxud da bu cür ola biləcəyini heç vaxt düşünməmisən ki, bu çox normal vəziyyətdir. İnsansan və biz müəyyən bir zehin patronu içərisində olduğumuz zaman, müəyyən bir düşüncə tərzi içərisində olduğumuz zaman zehnimiz digər düşüncələrə qapalı olur. Amma terapiya buna meydan oxuyur. Yəni sən psixoloqunla birlikdə sənin daxil dünyana səyahət eləyirsən və öz düşüncələrinə baxırsan, bunlara bir meydan oxumaq, belə deyim, vəziyyəti yaranır. Bu çox önəmli prosesdir. Çox önəmli prosesdir və adı üzərində prosesdir. Sən bunu 2 ilə, 3 ilə eləyirsən və yaxud da 6 aya, 8 aya eləyirsən, o müəyyən periodda başqa baxış bucaqların, başqa baxış aspektlərin öyrənirsən və daha başqa cür düşünməyə başlayırsan. Məsələn, əgər əvvəllər düşünürdünsə ki, insanlar məni sevmir, ona görə keçən dəfə dostumu filan yerə çağırdım və məni önəmli hesab eləmədiyinə görə dəvətimi qəbul eləmədi. Başa düşürsən ki, əslində dəvətimi qəbul eləmədi, çünki bunun mənlə əlaqəsi yoxdur. Amma mən nələrsə yaşamışam deyə bunu bu şəkildə görürəm və təbii ki, yəni terapiya bu qədər asan proses deyil. Bunun içərisində duyğularla işləmək var, dərinliklər var. Bununla bağlı duyğularını öyrənirsən terapiyada, onları yaşayırsan əslində. Bax, belə-belə zaman-zaman özündən xəbərdar olaraq, duyğularına yer verərək irəlilədikcə, bax, o nöqtəyə gələ bilirsən təbii şəkildə ki, deyirsən, hə, mən dəvət elədim, amma dəvətimi qəbul eləmədi, amma bunun mənlə əlaqəsi yoxdur, yəqin ki, özü istəməyib. Şəxsi qəbul eləmirsən. Bu misallardan sadəcə və sadəcə biridir. Sən bu başqa zehin düşüncəsini, başqa zehniyyəti, başqa zehin aspektlərin, düşüncə aspektlərin bəlkə öyrəndikcə, duyğularına yer verdikcə dəyişirsən və həyatın bilirsən nə vaxt dəyişir? Sən fərqli cür düşünəndə, hiss eləyəndə. Çünki niyə? Fərqli cür düşündüyün və hiss elədiyin zaman, yalnız bu zaman fərqli seçimlər eləyə bilərsən. Və bəli, düz eşidirsən. Yəni sənin o
yaşamaq istədiyin həyat sənin seçimlərin əsasında qurulur. Təbii ki, bu mənim səsləndirdiyim qədər bu qədər asan deyil. Çünki bir seçim elədiyimiz zaman, tutaq ki, 2 + 2 4 eləyirdən yola çıxıb bir seçim eləmirik. Həyat belə bir yer deyil. Bəzən seçimləri eləyə bilmirik, bəzən seçim eləyirik, davam eləməyə motivasiyamız olmur, bəzən seçim eləyə biləcəyimizi belə bilmirik. Yəni, o qədər dərindir ki, bir proses. Bu, insan olmağın gətirdiyi çətinliklərdən də deyərdim mən. Nəticə olaraq çox normaldır bu terapiyanın vaxt almağı, çox normaldır sənin dəyişiminin məhz sənə uyğun sürətlə getməyi və çox normaldır həyatının deyil, sənin yaxşılaşmağı. Bu yaxşılaşmaq prosesi də bir gün oldu və mən yaxşılaşdım şəklində qətiyyən irəliləmir. Bəzi məsələlər üzərinə danışırsan, fikrin bu yerdə açılır, məsələn, digər yerlərdə bağlı qalır. Sonra başqa zamanlarda o birisi yerlər üzərinə danışırsınız psixoloqundan bir yerdə. Ondan sonra, yəni bu bir prosesdir. Yəni bu oldu və bitdi deyə bir proses deyil. Bu davam eləyən bir prosesdir. Və bu o deməkdir ki, sən bir də baxırsan ki, bir məsələdə fərqli cür düşünməyə başlamısan, amma o birisi məsələdə hələ də eyni cür hiss eləyirsən. Sonra bir də baxırsan ki, artıq buradan tətiklənmirsən, amma tamam başqa bir məsələdə yəni yenə də eyni reaksiyanı verdin. Yəni bu kompleksdir və təbii ki, bunlar çox olduqca, tutaq ki, 20 yaşın var ya da 40 yaşın var. O illərin bir növ terapiyada qarşılığı, yəni bu illər hamısı birlikdə o 3-5 seansa 1 ilə 2 ilə sığa bilməz. Bu məntiqli deyil. Amma özün üzərində irəlilədikcə bu 40 ili bu illərə, terapiyanın olduğu illərə sığışdırırsan əslində və fərqli zamanlarda fərqli şeylərin dəyişdiyini görürsən. Bu səbəbdən həyatında olur ki, bəzən çox böyük bir seçim eləyirsən, hansı ki, həyatını çox güclü bir şəkildə dəyişdirir, çox fərqli bir yerə gətirir və yaxud da bir seçim eləyirsən, bir yerdə həyatının bir sahəsində, digər sahəsində hələ ki, o seçimi rahat bir şəkildə eləyə bilmirsən, bəlkə o seçimi eləmək ağlına gəlmir. Yəni, uzun sözün qısası, sən yaxşılaşdığında, bu bir davam eləyən prosesdə, unutma, xatırlatmaq istəyirəm. Sən yaxşılaşdığında həyatın yaxşılaşmağa başlayır. Terapiya həyatını deyil, səni yaxşılaşdırır. Və terapiya davam eləyən bir prosesdir. Həyatın özü kimi bir şeylər yaşayacaqsan, psixoloqundan danışacaqsan, fərqli aspektlər görəcəksən və yaxud da heç vaxt təmas eləmədiyin duyğularına təmas eləyəcəksən. Bunu yaşayacaqsan terapiyada, hətta bunun üzərinə düşünəcəksən terapiya xaricində olan vaxtlarda. Bəzən olacaq psixoloquna çox əsəbləşəcəksən, çünki əslində anana əsəbləşmişdin. Kimi, yəni o qədər dərin prosesdir ki, bu terapiya yaxşılaşmağı qısa müddətdə özündən gözləmək, həyatının dəyişməyini qısa müddətdə özündən gözləmək, o qədər qeyri-real gözləntidir və o qədər böyük yükdür ki, üzərinə qoyduğun 3 yaşındakı uşaqdan birdən-birə 6 yaşına, 9 yaşına, 15 yaşına ya da 40 yaşına gəlməyin gözləyə bilmərsən. Bax, son olaraq bir şey səndən paylaşmaq istəyirəm. Bizim beynimiz emosional olaraq da, əslində fiziki olaraq inkişaf edir, amma emosional olaraq da biz inkişaf edirik. İnsan olaraq belə bir xüsusiyyətimiz var. Çox ağır emosional yaralar aldığımızda həmin yaşımızda qalırıq. Təbii ki, böyüyürük, bioloji yaş olaraq çox fərqli bir yaşda oluruq, amma tam da o yara aldığımız yaşdakı kimi hiss eləyirik. Çünki zehin orada dayanır və ondan sonrasını inkişaf eləmir. Bir yandan, digər yandan, dediyim kimi bioloji olaraq inkişaf eləyirsən, amma emosional olaraq inkişaf eləyə bilmirsən. Uşaq kimi hiss eləmək, yetişkin ola bilməmək, yəqin ki, anlayırsan, tutaq ki, fərqli reaksiyalar verə bilmək buradan irəli gələn bir şeydir. Bax, terapiya səni o yerlərdən böyüdür. Siz gedirsiniz psixoloqundan o yerlərə, yavaş-yavaş böyüdürsünüz. Təbii ki, fərqli terapiya metodu var. Mən burada xüsusən psixodinamikadan danışıram. O böyüməni, ona görə deyirəm, sən özündən birdən-birə gözləyə bilmərsən, 3 yaşındakı uşaqdan 15 yaşındakı uşaq olduğun gözləyə bilmədiyin kimi, tutaq ki, sənin başına 6 yaşında bir hadisə gəlib ya da 20 yaşında bir hadisə gəlib. Yəni, bunun birdən-birə böyüyəcəksən və öz bioloji yaşın çatacaqsan, bu çox böyük və qeyri-real gözləntidə özündən gözlədiyin. Bax belə. Bu mövzunu sənə izah eləmək istəyirdim. Hətta istəsən suallarını qeyd eləyə bilərsən şərhlərdə. Çox istəyirəm ki, terapiya üzərinə danışaq. Sənin üçün maraqlı olan yerlərə
bərabər toxunaq. Şərhləri oxuyacağam və suallarını da, sənə qaranlıq qalan o yerlərə aid suallarını da gözləyəcəm. Gələn videoda görüşərik.